Salam əziz izləyicilər. Mən bu gün sizə insanlar Tibetdə, Şərq təbabətində necə sağlam qalırlar, necə sağlamlıqlarını qoruyurlar və xəstəlikləri necə aradan qaldırırlar, bu haqqda məlumat vermək istəyirəm. Şərqdə insanlar xəstələnən kimi həmin dəqiqə dərman qəbul etmirlər, kimyəvi dərmanlar. Onların sağlamlığı 4 prosedurdan ibarət olur. İlk öncə orqanizmlərini təmizləyirlər. Hava şəraitindən, sudan, daha çox süni qida ilə orqanizmə daxil olan, eləcə də orqanizmin öz fəaliyyəti nəticəsində yaranan ziyanlı maddələri xaric edirlər orqanizmdən. Yəni bu proses təmizləmə prosesidir. İkinci bərpa etmədir. Bərpa etmə orqanizmdə olan iltihabların aradan qaldırılması, qan dövranının bərpası, immunitetin nizamlanması və orqanların normal funksiyalarının bərpası prosesidir. Üçüncü tamamlamadır. Tamamlama orqanizmin mineral, vitamin, amin turşuları, doymamış yağlar, digər bioloji maddələrə doydurulması və maddələr mübadiləsinin tam normallaşması prosesidir. Dördüncü isə profilaktikadır. Xəstələnmədən gündəlik qida rasionunda bioloji aktiv əlavələrdən istifadə etməklə sağlam və uzun ömür sürmədir. Bu 4 prosesi gündəlik həyatımızda riayət etdikcə, yəni insanın orqanizmi təmiz olanda, yəni orqanizmdə yağ, xolesterin, duz birləşmələri olmayanda, orqanizmdə maddələr mübadiləsi normal işləyəndə, immunitet normal olanda, yəni yüksək olanda, iltihab olmayanda, orqanizmdə heç bir xəstəlik və pH normal olduqda yaranmır demək olar ki, bu formada sağlamlığınızı qoruya bilərsiniz.